Salam əziz dostlar, hörmətli izləyicilər. Kamillik vətəndaşların hüququ maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastının növbəti buraxılışına baxırsınız. Qonağımız Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayevdir. Toral bəy, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Bizim layihənin mahiyyətindən, fəlsəfəsindən də göründüyü kimi, daha çox virtual məkanda etnomədəni sabitlikdən, etnodini sabitlikdən söhbət edəcəyik. Siz sosial şəbəkələrdə çox fəalsınız. Mən bunu təqdir edirəm və sizə təşəkkür edirəm. Çox sağ olun. Bu yaxınlarda sizin bir statusunuz mənim diqqətimi çəkdi. Azərbaycanda yaşayan, Azərbaycanlı olmayan, həm milli, həm dini kəsimdən olan və bizim qələbə ilə başa çatan Qarabağ müharibəsində şəhid olan qazilərimiz və digər bu müharibənin iştirakçısı olan insanlara baxmayaraq ki, bu filankəsdir deməyimizi bir iradımızı bildirmişdiniz. Baxmayaraq ki, filan millətdən, filan dindən. Bəli. Ümumiyyətlə, belə bir yanaşma, belə bir hardan qaynaqlandı? Bu cür xitaba çoxmu rast gəlirsiniz? İlk öncə onu qeyd etmək istəyirəm ki, bu mənim şəxsi fikrim idi. Çünki mən sosial şəbəkələrdə əsasən kilsəmizin mətbuat katibi kimi fəaliyyət göstərirəm və istəməzdim ki, hər hansısa mənim şəxsi bir fikrim ümumən bir kilsənin mövqeyi kimi başa düşülsün. Bu mənim şəxsi düşüncəm idi. Bəli, təəssüflər olsun ki, çox vaxt rast gəlirik biz belə. Tək mən yox, yəqin ki, o statusa gələn reaksiyadan, münasibətdən də görünür ki, insanları bu narahat eləyir. Biz bəzən elə vərdiş etdiyimiz bəzi ifadələri işlədirik, amma o ifadələrin arxasında hansı mənalar durur, hansı təfəkkürün, belə deyək, nəticəsidir bu, hətta bəlkə biz özümüz düşünülmədən bunu istifadə edirik, onun fərqinə varmırıq. Və bir insanın, bir Azərbaycan vətəndaşının qeyri-Azərbaycan milləti olsun və yaxud da qeyri-müsəlman olsun, onun haqqında, onun xidmətləri haqqında tək söhbət Qarabağ müharibəsindən getmir. Ümumiyyətcə, Azərbaycan dövlətinə, xalqına, xidmətləri haqqında danışanda sanki onu tərifləmək üçün istifadə olunur bu ifadə, amma deyilir. Baxmayaraq ki, məsələn, Rus millətindəndir, baxmayaraq ki, xristiyandır, yahudidir və yaxud da hansı bir başqa dinin nümayəndəsidir və s. Və bununla biz sanki bir ziddiyyət yaradırıq. Baxmayaraq yaxşı edib, bəs baxsaq, onda necə? Yəni bir müəyyən bir, elə bil ki, istisna şəklində bunu təqdim edirik. Bu, mən düşünürəm ki, kökündən düz deyil. Yenə də deyirəm, biz bunu çox vaxtı, yəni ola bilsin ki, 99% hallarda biz bunu düşünülmədən bir söz ifadəsi kimi, bilməyərəkdən bir söz kimi, bir ifadə kimi, yayğın bir ifadə kimi istifadə edirik. Amma bunun fərqində olmalıyıq ki, bu böyük bir, belə deyək, icmaları, istəyir digər millətlərin icmaları olsun, digər dini icmalar olsun, yəni qeyri-müsəlman icmaları olsun və s. Yəni çoxluq yox, azlıq təşkil edən icmalar olsun. Onların sanki kənarlaşdırırıq, bir balaca elə bir ki, özgələşdiririk və onlardan çıxan qazilərimiz, qəhrəmanlarımız, şəhidlərimiz, böyük, belə deyək, ictimai xadimlərimiz bir istisna kimi təqdim olunur. Bu, mən belə bir yanaşma ilə razı deyiləm. Ona görə də bir məqalədə mən buna rast gəldim, bizim milli qəhrəmanımız Yuri Kovalyov haqqında. Orada da həmin bu ifadə istifadə olunmuşdu. Biraz mənə toxundu. Elə ona görə də yazdım o statusu. Əslində haqlısınız. Mən də o statusu oxuyanda düşündüm ki, yerində bildirilən iraddır. Azərbaycanda katolik icmasının multikultural mühitdə rolunu necə qiymətləndirirsiniz? Katolik icması Azərbaycanda çox belə özünə məxsus bir tarixi var. Biz biraz tarixə varsaq yəqin ki, faydası olar. Belə bir geniş bir fikir formalaşıb ki, Katolik kilsəsi, yəni bir Qərb-Latın xristianlıq ənənəsi kimi Azərbaycanda yalnız son 2 əsrdə
mövcud olub. Yəni bunun tarixi 19-cu əsrlərdən daha erkən dövrlərə gedib çatmır. Burada yəni Rusiya imperiyasının işğalı ilə bağlı olub, sonra buraya katolik dininə mənsub olan və sürgün edilən, Cənubi Qafqaza sürgün edilən və yaxud da mütəxəssis kimi dəvət olunan polyak əsilli insanlar, almanlar, sonra Pribaltika ölkələrindən, Pribaltika xalqlarından olan insanlar bura göndərilib Cənubi Qafqazda hər hansısa bir tikinti, qurğu və mühəndis işləri üçün, tibb müəssisələri yaratmaq üçün və bu proseslər ancaq 19-cu əsrin ortalarında, 20-ci əsrin əvvəllərində baş verib və beləcə burada bir katolik icması formalaşıb. Bu çox yayğın bir fikirdir, amma əslində katolik kilsəsinin tarixi daha erkən dövrlərə gedib çatır. Xüsusilə də indi bizim alimlərimiz Vatikanla əldə olunan razılaşma əsasında Vatikanın tarixi arxivlərində, onun apostol kitabxanasının arxivində tarixi mənbələri araşdıranda görürlər ki, katolik kilsəsi, belə deyək, məslatın ənənəsi, qərbi ənənə Azərbaycanda 14-cü, 15-ci, 16-cı əsrlərdən artıq mövcud olub. Çox, belə deyək, intensiv, çox fəal bir dialoq gedib, həm siyasi dialoq, həm mədəni dialoq bizim Ağqoyunlu Səfəvi tarixi dövlətlərimiz kimi, yəni bu dövlətlərin müqəddəs taxt-tacın arasında, Papa taxtı arasında və burada monastırlar olub, burada Avqustinlər, Dominiklər, yəni bu rahib ordenləri çox belə geniş fəaliyyət göstərib. Yəni bu əlaqələr çox üzrə biz tarixdə də buna rast gəlmişik. Yəni Bəli, Vatikan mənbələrinə müraciət etməyə mənə gəlir ki, ehtiyac yoxdur. Amma orada çox nadir nüsxələr var, o yazışmalar var, şahlarımızın papalarla yazışmaları var. Yəni sonradan mürəkkəb tarixi proseslərə görə bu yəni sona çatdı, yəni bu mövcudat və ancaq 19-cu, dediyim ki 19-cu əsrin sonlarından, 20-ci əsrin əvvəllərindən yenidən bir belə deyək, bu katolik kilsəsinin mövcudluğunun bir dirçəlişi oldu. Dediyim kimi o miqrantlar sayəsində, Rusiya imperiyasının bura göndərdiyi mütəxəssislər və miqrantlar sayəsində və Sovet dövründə bilirik ki, çox amansız dərəcədə din təqib olunurdu, tək xristianlıq yox, bütün dinlər və bu proseslərin nəticəsində, bu təqiblərin və təzyiqlərin nəticəsində katolik icması Azərbaycanda, tək Azərbaycanda yox, bir neçə keçmiş Sovetin bir neçə bölgələrində, milli respublikalarında demək olar ki, tam olaraq məhv edilmişdi. Yəni kilsə dağıdıldı, Bakıda çox gözəl bir kilsə var idi, Məryəm Ana kilsəsi. İndi onun yerində Şəhriyar klubu yerləşir. Əzəmətli bir gotik üslubda tikilmiş bir kilsə idi. O dağıldı. Eyni dövrdə Bibeybət məscidi ilə, sonra Aleksandr Nevski kilsəsi ilə eyni dövrdə dağıdıldı. Ruhaniyyət repressiya olundu və icma dağıldı. Belə deyək, icma öz fəaliyyətini dayandırdı. Və sonradan icma, katolik icması yalnız biz müstəqilliyimizi bərpa etdikdən sonra 90-cı illərin ortalarında müraciət etdi müqəddəs taxtaca ki, artıq imkanlar var, artıq dini azadlıq Azərbaycanda təmin olunub, Azərbaycan müstəqildir və həmin o ailələr, polyak, alman əsilli ailələrin, belə deyək, o nəsil, onlar müraciət etdi ki, heç olmasa ayda bir dəfə, 2 dəfə, yoxud 2 aydan bir, 3 aydan bir ruhani keşiş gəlsin və burada dini ayinləri icra etsin. Və beləcə bu bərpa, dövlət də bu işə dəstək verdi və bildiyiniz kimi 2002-ci ildə Azərbaycana Roma Papası 2. İvan Pavel səfər etdi. Cənab Heydər Əliyevin dəvəti ilə, ümummilli liderimiz Heydər Əliyevin dəvəti ilə və o dövrdən demək olar ki, bu bərpa məsələsi, bərpa işi, icmanın həm bir icma şəklində bərpası, həm də kilsənin struktural bərpası, kilsənin tikintisi, kilsənin inzibati strukturu və s. bütün bu məsələlər həll olunmağa başladı. Düzdür, katolik icması sadəcə çox azdır Azərbaycanda, belə deyək, mütləq azlıq təşkil edir. Amma katolik kilsəsinin, ümumiyyətcə, katolikliyin bir xüsusiyyəti var. Dünyanın hər yerində katolik kilsəsi həm yerli dini icma kimi fəaliyyət göstərir, yaşadığı, yəni mövcud olduğu xalqa xidmət edir,
o xalqın kilsəsidir. Amma eyni zamanda onun bir ümumdünya ölçüsü var. Elə katolik sözünün də Yunan dilindən tərcüməsi ümumdünya deməkdir. Və beləliklə biz deyə bilərik ki, Azərbaycandakı katolik kilsəsi, katolik icması sayının azlığına baxmayaraq bir dünyaya, bütün dünyaya zəngin və müxtəlif katolik dünyasına bir pəncərədir. Və biz buradan Azərbaycandan o pəncərədən bütün dünyaya baxırıq və dünyaya səslənirik və Azərbaycanın reallıqlarını belə deyək dünyaya çatdırırıq və dünya da həmin o pəncərə vasitəsilə, yəni bütün o katolik dünyası da Azərbaycana baxır. Və beləcə də biz elə bil ki bir körpüyük. Kiçik olmağımıza baxmayaraq, amma Azərbaycanla bütün katolik dünyası arasında bir körpü rolunu oynayırıq. Mən podkastımızın əvvəlində qeyd elədim ki, sosial şəbəkələrdə çox fəalsınız və sizin fikrinizcə sosial media dini tolerantlığa necə təsir göstərir? Yəni siz bu paylaşımlarınızla, tutaq ki, literaturları paylaşırsınız, ondan sonra görüşləri paylaşırsınız, maraqlı çıxışlarınız olur, deyək ki, İsa Məsihdən maraqlı statlar gətirirsiniz. Ümumiyyətlə, mən düşünürəm ki, başa düşən üçün, dərk olunan üçün bu elə tolerantlıq nümunəsidir. Əlbəttə. Və siz buna necə baxırsınız? Sizcə necə təsir edir cəmiyyətə, sizi izləyənlərə? Öz təcrübəmdən deyə bilərəm ki, çox müsbət. Yəni bu vaxta qədər biz yalnız və yalnız fəaliyyətimizə görə, yəni bir icma kimi mediada olan fəaliyyətimizə görə yalnız müsbət reaksiya almışıq. İnsanlar maraqlanır, təşəkkür edir. Çünki ümumiyyətlə siz dediniz media necə təsir edir də? Mediada bir ünsiyyət məkanıdır. Biz tolerantlıqdan danışanda gəlin deyək, bəs qeyri-tolerant yanaşmalar, qeyri-tolerantlıqdan irəli gələn problemlər, onlar nə vaxt yaranır? Onların kökündə nə var? Onların kökündə, elə tarixdə də bu belə olub, insanların, icmaların, dairələrin bir-birini tanımamaqdan. Yəni, insanlar bir-birini tanımadıqca aralarında etibar yoxdur, olmur, etimad olmur, bir-birlərinə belə şübhəli yanaşırlar. Tarixdə dediyim kimi, bütün əsas belə deyək, o dini qarşıdurmalar, milli qarşıdurmalar elə onun üzərində qurulurdu ki, insanlar bir-birini tanımır. Amma tarixdə o vasitələr yox idi. İndi isə şükür Allaha bizim bu internet vasitəsilə də geniş, çox böyük bir auditoriyaya, böyük bir kütləyə hamımızın çıxışı var. Və orada biz özümüzü tanıtmaqla gerçək simamızı, hansısa bir ön yargılardan, saxta biliklərdən belə deyək, yaranan yox, amma gerçək, hər bir dini icma gerçək simasını göstərə bilər və bunun nəticəsində çoxlu insanlar başa düşür ki, müxtəlif dinlərin, xüsusilə də məsələn xristianlıqdır, İslamdır, yahudilikdir, yəni Azərbaycanın ənənəvi dinlərini mən deyirəm, bizi birləşdirən dəyərlər daha çoxdur, bizim düşündüyümüzdən daha çoxdur. Və beləliklə dini icmaların mediada deyim, fəaliyyəti bu tolerantlığın möhkəmlənməsində çox mühüm, deyərdim ki, aparıcı rollardan birini oynayır. Amma bax, sizin kimi mütərəqqi fikirlər, cəmiyyətə xidmət edən, tolerantlığı, dözümlülüyü, multikulturalizmi belə deyək, yayan çıxışlarla yanaşı biz nifrət dolu çıxışlara da rast gəlirik. Ümumiyyətlə, sizin təcrübənizdə paylaşımlar edirsiniz. Bax ki, X bir adam oturub Facebookda və digər sosial şəbəkə platformasında sizlə razılaşmayan insanlar varmı? Deyək ki, bu katolikdir, mən bu belə bir paylaşım edib, mən buna bir anti-cavab vereyim, yoxsa dostlarınız arasında, virtual dostlarınız arasında beləni seçmirsiniz? Olub belə hallar ki, razı olmayıblar. Nifrət nitqi filan. Nifrət nitqi yox. Amma insanın razılaşmamaq kimi bir hüququ var, bir azadlığı var. Yəni mən orada xristianlığın, katolik kilsəsinin mövqeyini bildirirəm, məsəl üçün, və yaxud dini təlimini izah eləyirəm bu və ya digər şəkildə. Bununla başqalarının razılaşmamaq hüququ var. Və o razılaşmamağı, məndən razı olmadığını azad şəkildə deyə bilər. Necə ki, real həyatda, gündəlik həyatda, eləcə də virtual aləmində. Sadəcə bunu hansı şəkildə edir, hansı üslubda edir? Bu çox vacibdir. Əgərləri söhbət
qarşıda duran insanın səndən hörmətlə davranmasından gedirsə, mən onun ümumiyyətcə bu, yəni bu xristianlığın bir təməl prinsiplərindən biridir. Mən onun mənəvi dünyasına, mən onun düşüncə dünyasına kobudcasına müdaxilə edib onu nədəsə inandırmağa mənim belə bir haqqım yoxdur. Çünki yenə də deyirəm, azadlıq məsələsidir bu. Vicdan azadlığı, etiqad azadlığı və bu azadlığı bizə Allahın özü verib. Və biz buna bir Allahın bir imzasına kimi, hər bir insanın qəlbində Allahın imzasına kimi hörmət etməliyik. Amma bir halda ki, bu hörmətsiz şəkildə edilir və insan digər insanı yalnız razı olmayan hansısa bir ideologiyanın mənsubu kimi görür, bir Allahın bəndəsi kimi yox. Yalnız və yalnız onu bir ideologiyanın qəlbində görür, o formada görür. Burada problem yaranır, əlbəttə ki. Şəxsən mən çalışıram belə münaqişəli vəziyyətlərdə yəni çox da fikir verməyim. Amma olanda olur. Amma mənim təcrübəmdə çox az olub. Çox az olub və daha çox bu düşünülmüş təxribat şəklində olub. Aha. Təxribat dediniz, xaricdən bəzən təxribat xarakterli çıxışlar olur. Bu Azərbaycan dilində də ola bilər, rus dilində də ola bilər, ingilis dilində ola bilər. Və indiki geosiyasi, mürəkkəb bir geosiyasi vəziyyətdə mənə elə gəlir ki, bu daha tez-tez təkrarlanır. Mən nümunələr demək istəmirəm, çünki konkret xalqlarla bağlıdır, ona görə istəmirəm hər hansı bir ad çəkəm. Siz də yəqin ki, izləyirsiniz son vaxtda. Ümumiyyətlə, bunları siz bir, belə deyək də, Katolik kilsəsinin nümayəndəsi kimi, mətbuat katibi kimi, sosial şəbəkələrdə fəal olan şəxs kimi görəndə bu tip təhlükəni, ümumiyyətlə, necə müəyyən edirsiniz? Düşünürsünüz ki, bu təxribat ola bilər, buna qarşı cavab yazın və yaxud belə sakit buraxım keçsin. Belə bir hallar olurmu? Təxribat o zaman təxribatdır ki, onun qarşısında arxasında pis niyyət durur. Pis niyyətdir ki, yalana söykənilir. Yəni onun əsası, onun təməli yalandır. Və biz Azərbaycanda yaşayırıq. Biz Azərbaycanın içdən tanıyırıq, bilirik. Xüsusilə də söhbət əyərləri etiqad azadlığından gedirsə, dinlər arası münasibətdən gedirsə, tolerantlıq mədəniyyətindən gedirsə, bəli, bir də görürsünüz ki, Azərbaycana qarşı, onun yəni cəmiyyətinə qarşı çox sərt və tam həqiqətdən uzaq bir tənqidlər, hətta hərdən bir təhqirlər də səslənilir. Xaricdən, hansısa bir kürsülərdən və mən bunu necə edirəm ki, bu təxribatdır? Çünki bu yalandır. Axı, mən bilirəm ki, bu yalandır. O dərhal təxribat hesab edirsiniz. Əlbəttə ki, dərhal. Çünki bu düşünülmüş şəkildə edilir. Düşünülmüş şəkildə edilir. Və elə ölkənin daxilində də müəyyən bir dairələr ola bilər ki, heç də, belə deyək, bizim cəmiyyətin xeyrinə işləmir. Yəni, bizim cəmiyyətdə bu dinlər arası, millətlər arası sülhü bir problem kimi görür və bunu pozmaq istəyir. Var elə dairələr. Onların da ki, danışanda, mən, məsəl üçün, xarici təsir, siz bunu ifadəni işlətdiniz, bunun xarici təsir olduğunu hardan bilmək olar? Çünki hiss olunur ki, bu insan Azərbaycanlı olmağına baxmayaraq, bu cəmiyyətdə böyüməyinə baxmayaraq, sanki Azərbaycanda böyüməyib. Sanki Azərbaycandakı burada formalaşmış bu mənəvi mədəniyyətə bunun aidiyyatı yoxdur. Axı, bu ola bilməz. Deməli, yenə də bu, ya düşünülmüş şəkildə hazırlanmış bir insandır ki, Azərbaycana tam yad ideyaları, dini olsun və yaxud da milli olsun, hər hansı tam yad bir ideyaların təbliği ilə məşğuldur. Və belə insanların qarşısını, əlbəttə ki, belə dairələrin qarşısını almaq lazımdır. Dini icmalar sosial şəbəkələrdə daha çox nəyi təbliğ eləməlidirlər? Birgə yaşayışı, tolerantlığı, yoxsa mənsub olduqları ənənəvi dinləri? Düşünürəm ki, hər üçü bir yerdə, çünki bunlar bir-birinə ziddiyyət təşkil etməməlidir. Əgərləri biz həqiqətdən danışırıqsa, düzdür deyiləcək ki, həqiqəti hər kəs fərqli düşünür, amma
mütləq həqiqətlər var ki, onlar ümumiyyətcə insanın fitrətindədir Və hamı üçün. və hamı üçündür. Əla. Nəyə görə? Çünki o dəyərləri Allah özü yazıb insanın qəlbinə. Necə ki, Bibliyada Allah o 10 əmri də verəndə sonra bir əlavə edir. O seçilmiş xalq, yəni İsrail xalqından söhbət Əhd-i Ətiq hadisəsindən gedir. O belə bir söz deyilir. Düşün sən o mən sənin verdiyim əmrlər haqqında və görəcəksən ki, onlar səndən uzaq deyil. Sən onları tanıyırsan, onlar sənin qəlbinə yazılıb. Yəni bu sənin üzərinə yüklənmiş bir mənəvi öhdəliklər deyil. Sən özün can atırsan buna. Sadəcə bunu özün üçün aşkar elə, səmimi ol və görəcəksən ki, sən başqası ilə sülhdə yaşamaq istəyirsən. Sən insanlara hörmət etmək istəyirsən. Sən onların malına, mülkünə göz dikmək istəmirsən. Necə ki, sən necə özünə qarşı hansı rəftarı gözləyirsənsə və necə istəyirsənsə səninlə rəftar etsinlər. Eləcə də başqası ilə rəftar etməyə can atırsan. Yəni bu sənin üçün təbii bir şeylərdir. Bunlar biz onu deyirik ümumbəşər dəyərlər, amma əslində bunlar ilahi dəyərlərdir. Və dini icmalar, əgərləri söhbət belə bir söz var, ortodoksal dinlər. Yəni söhbət pravoslav xristianlıqdan getmir. Yunan sözü ortodoksal, yəni düzgün, klassik. Hər bir dinin bir klassik düzgün təlimi var. Biz bu klassik təlimə müraciət edəndə görürük ki, orada həmin o ali dəyərlər, ilahi dəyərlər mərkəzdə durur. Və elə bizi barışdıran da onlardır. Düzdür, biz çox prinsipial məsələlərdə fərqli ola bilərik. Əlbəttə ki, xristianlığın, İslamın və Yahudiliyin və digər dinlərin arasında ciddi, biz bunu inkar etməməliyik, ciddi və belə deyək, güzəştə gedilməz bir fərqlər var. Amma eyni zamanda bizi birləşdirən bir dəyərlər var ki, onlar insanın azadlığı, ləyaqəti, həyatının toxunulmazlığı ilə bağlıdır. Və dini icmalar öz təlimini təbliğ edib, həmin bu dəyərləri təbliğ edirsə, yəni bu düzgün olar. Həm din baxımından düzgün olar, çünki sülhü təbliğ eləyəcəklər, həm də ki, cəmiyyətə xeyir gətirəcək. Və bunu etmirlərsə, fərqli bir şey, nifaq yaradan, cəmiyyətdə insanları bir-birinə yadlaşdıran ideyaları, təlimləri yayırlarsa, o zaman sorğulamaq lazımdır. Bu həqiqətənmi ənənəvi bir dini cərəyandır, yoxsa yox? Toral bəy, Azərbaycandakı dinlərarası dialoqu virtual məkanda qorumaq üçün nələr etməliyik? Bax, ənənəvi dinlər var, biz mehriban şəraitdə yaşayırıq, siz öz dininizi təbliğ edirsiniz, mən öz dinimi təbliğ edirəm, yahud öz dinini təbliğ edir. Və eyni zamanda biz dialoqlar formasında əməkdaşlıq edirik, toplantılarda iştirak edirik, birgə layihələr həyata keçiririk. Və bu nümunəni bir sosial şəbəkələrdə daha da irəli aparmaq üçün məsələn, nələr etməliyik? İlk öncə dediyiniz kimi, belə deyək, rəsmi səviyyədə hər şey şükür Allaha ki, yaxşıdan da yaxşıdır. Çünki bizim dini liderlərimizin arasında, yəni bu bir şuar deyil, bu bir görüntü deyil, bu həqiqi, yəni real bir təcrübəyə söykənən bir sözlərimdir mənim. Dini liderlərin arasında çox gözəl münasibətlər var. Tək ki, bu protokol münasibətləri deyil, bu insani münasibətlərdir, dostluq münasibətləridir. İcma üzvləri arasında çox gözəl münasibətlər var və bunu hər bir dinlər arası bir tədbirdə qıraqdan baxan buna müşahidə eləyə bilər ki, biz necə bir-birimizi tanıdığımız üçün bir-birimizə can atırıq. Elə o tanımaq məsələsinə də mən toxunmaq istərdim. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir neçə belə bir onun təşəbbüsləri var. Dinlər arası tədbirlərin təşkil olunmasında. Bu yaxınlarda Fərqliliyin Rəngi festivalı keçirildi. Bütün dini icmalar orada təmsil olunurdu. Artıq ikinci dəfə. Sonra bizim regionlara səfərlərimiz olub, komitənin yəni təşəbbüsü ilə, təşkilatçılığı ilə müxtəlif dini icmalar üzvləri, tək rəhbərləri yox, söhbət məhz üzvlərdən gedir. Orada o tədbirlərdə, regionlarda iştirak ediblər. Biz bir-birimizi tanımışıq. Tanıdıqca da, axı hamımız Azərbaycanlıyıq. Bəli. Bizi birləşdirən o qədər
dəyərlər var. Bizi birləşdirən o qədər xatirələr var. Və orada doğmalaşıb, artıq o doğmalığı biz gətirib öz icmalarımızda da təbliğ edirik. Bu çox vacibdir. Bu məsələnin bu tərəfi, o ki qaldı virtual məkanda, virtual məkanda belə deyək, sükanı məsuliyyətli, savadlı və imanlı insanlara həvalə etməklə və bunu geniş şəkildə bunu təşviq etməklə, təbliğ etməklə biz bu yaşadığımız tolerantlığı biz o virtual məkana köçürə bilərik, yəni orada nümayiş etdirə bilərik və yenə də dediyim o təxribatçı qüvvələrin də qarşısını bax beləcə ala bilərik. Nədənsə çox vaxtı savadı və imanı sağlam olan, belə deyək, yaxşı olan insanlar daha təvəzzökar olur. Amma niyyəti pis olan insanlar daha çox səs-küy yayır. Mətbuata çıxış imkanlarınızı müzakirə edək. Ümumilikdə media dini mövzuları işıqlandırarkən hansı prinsiplərə əməl etməlidir? Sizin qənaətinizcə, baxışınızca? İlk öncə, əgərləri söhbət hər hansısa bir dini mövzudan gedirsə, media həmin o dini mərkəzlə birbaşa əlaqə qurmalıdır və onun mövqeyini bilməlidir. Yəni, hansısa bir ön yarğıların, stereotiplərin, geniş yayılmış hansısa bir fikirlərin üzərində yox. Əgərləri söhbət hər hansı bir dini mövzudan gedirsə, həmin o dini icmanın nümayəndələrinə, səlahiyyətli nümayəndələrinə müraciət edərək bunun mahiyyətini, gerçək yəni təlimi nədirsə bu məsələyə, yəni bu dini icmanın, bu dini mərkəzin, istər katolik kilsəsi olsun, pravoslav kilsəsi, İslam mərkəzləri, münasibəti nədir? Ki, ortada onsuz da həddindən artıq çox saxta məlumatlar yayılır. İnternetdə, düz deyirik, internet azad məkandır. Azadlıq əslində məsuliyyət tələb eləyir. Amma indi bəli. Və media bu məsələdə məhz dini icmaların mövqeyini öyrənməlidir. Yəni, din bu haqda nə deyir? Əgər hər hansısa bir məsələ haqqında söhbət gedirsə, eyni zamanda da media sülhün təşviqinə xidmət etməlidir. Yəni, hansısa bir sensasiya axtarışında və yaxud da bir cəlbedici bir başlıqlar yazmaqla, o başlıqlar ki, insanları səhv düşüncəyə yönəldə bilər. Yəni, mövcud olan hər hansısa bir ziddiyyətləri, mövcud olan fərqləri qabartmadan, əksinə bizi birləşdirən məsələləri qabardaraq, yəni bu niyyətlə çıxış etməlidir. Və onu da yəni, qeyd etmək lazımdır ki, Azərbaycan mediası bu məsələdə çox böyük inkişaf edib. Yəni, hiss olunur ki, bu xoş niyyət var. Xoş niyyət var, sadəcə daha da biz təkmilləşməliyik bu məsələdə. Əslində, media ilə bağlı bu fikriniz mənə çox, belə deyək, sevindirdi. Mən tamam fərqli düşünürdüm. Yəni, demirəm, lap pis vəziyyətdədir, amma bəzən müasir jurnalistika bu kimi məsələlərdə asılama almaq, münasibət öyrənmək, bir məsələnin arxasına getməkdə tənbəllik eləyir. Onu bir nəzərdən deyirdim. Bayaqları siz Dini Qurumlar İşi üzrə Dövlət Komitəsi ilə münasibətlərdən bəhs edədiniz. İndi təkcə əlbəttə ki, sizin kilsənin əlaqədə olduğu Dini Qurumlar İşi üzrə Dövlət Komitəsi deyil. Dövlət və dini icmalar arasındakı münasibətlər necə xarakterizə edərdiniz? Məsələn, mənim bildiyimə görə ildə bir dəfə sizə yardımlar göstərilir. Bəli, yardım göstərilir. Komitənin dediyiniz tədbirlərində iştirak edirsiniz. Həm dövlətlə, həm də digər ənənəvi dinlərlə birgə layihələriniz olurmu? İlk öncə onu deyim ki, biz həmişə deyirik ki, Azərbaycan dünyavi dövlətdir. Bunu, məsələn, Qərbdə bir cürə başa düşürlər. Başqa, yəni, dairələrdə fərqli başa düşürlər. Dünyavi dövlətdirsə, deməli, dövlətin dini sahəyə heç bir marağı yoxdur və o dini sahəni dəstəkləmir. Ümumiyyətlə, dini sahə, dini icmalar, onlar bir cəmiyyətin periferiyasındadır, yəni qıraqdadılar və heç kəs bundan maraqlanmır. Nə media, nə dövlət qurumları və din sanki bir pərdə altındadır. Əslində, dünyavilik bu demək deyil.
Dünyəvi o deməkdir ki, din dövlətin işlərinə qarışmır. Amma dini amilin vacibliyi, dinin cəmiyyətdə oynadığı rol çox, yəni mühüm bir roldur. Bu bir həqiqətdir. Nə qədər biz, yəni biz yox, amma nə qədər başqa dünyanın başqa yerlərində buna göz yumulsa da, əslində Reallıqdan qaçmaq mümkün deyil. reallıqdan qaçmaq mümkün deyil. Çünki iman insanın fitrətində var. Bu dindarlıq deyək də belədir. İnsanın fitrətində var və Azərbaycanda dövlət bunu çox gözəl anlayır və dini sahəyə diqqət göstərir. Yəni dinin cəmiyyətə hansı bir müsbət xidmətləri ola bilərsə, onu dərk edərək, anlayaraq dini sahəyə dəstək göstərir. Və elə o hər il verilən yardımlardakı həmin bu dəstəyin belə çox böyük və bariz nümunəsidir. Və bu da bizə imkan verir ki, biz rahat öz fəaliyyətimizi qura bilək. O ki, qaldı dinlər arası münasibətlərə, açığı mən sizə deyim, mən indi heç sadalamaqla bitməz. Yəni bizim nə qədər birgə tədbirlərimiz olur. Azərbaycanda bu dinlər arası münasibətin bir xüsusiyyəti var ki, istənilən yerdə, yəni hər hansı bir beynəlxalq tədbir olsun və yaxud Azərbaycana ali qonaqlar gələndə dini icmalar birgə çıxış eləyirlər. Yəni Azərbaycana gələn və yaxud da Azərbaycanı təmsil etdiyimiz zaman Azərbaycana gələn qonaqların qarşısında biz vahid bir ailə kimi çıxış eləyirik. Bizim dini liderlərimiz, Şeyx həzrətləri, bizim yepiskop Vladimir Fekete həzrətləri, Pravoslav yeparxiyasının başçısı yepiskop Aleksi və digərləri, Melih müəllim, ümumiyyətlə bizim dini icmaların rəhbərləri bir yerdə çıxış edir. Elə bil ki, bir platformadan çıxış edirlər və bu çox belə böyük, dərin və gözəl bir təəssürat yaradır. Çünki digər ölkələrdə belə deyil. Yox. Toral bəy, deməli, bəzən dövlətlər arası münasibətlərdə zaman-zaman soyuqluqlar əmələ gəlir və bu da həmin dövlətlərdə yaşayan həm dini, həm də milli icmalara təsir edir. Azərbaycanda belə bir təcrübəni yaşamısınızmı? Xeyr. Və qətiyyətlə deyə bilərəm ki, belə bir problem heç vaxt olmayıb və əminəm ki, ola da bilməz. Nə qədər dövlətlər arası hansısa bir dövlətlə hər hansısa bir soyuqluq falan, nə qədər bu böhran məsələlər olsa belə, ümid edirik ki, heç vaxt olmaz. Gələcəkdə Azərbaycan hamı ilə dostluq etməyə can atan bir ölkədir, əməkdaşlıq etməyə can atan ölkədir. Amma hətta fərz eləyək ki, olsa belə, mən əminəm ki, Azərbaycanda bu heç vaxt belə bir problem yaşanmayacaq. Çünki Azərbaycanda dini icmaların, mən öz təcrübəmlə deyirəm, çox dərin kimlik məsələsi var. Yəni Azərbaycana bağlı kimlik məsələsi, kimlik hissi çox dərindir. Biz hamımız özümüzü biz deyərək başa düşürük. Bizim vətənimiz buradır. Bizim ayrı evimiz yoxdur. İman və ibadət etdiyimiz yerdə Azərbaycandır. Yəni biz buranın evladlarıyıq, hamımız dinindən və millətindən fərqli, yəni asılı olmayaraq və ona görə də bizə yanaşma da belədir. Yəni heç kəsin ağlına gələ bilməz ki, yəni hansısa bir dövlətli bir hər hansısa bir problem yaşanıbsa, həmin dövlətdə çoxluq təşkil edən dini nümayəndələri Azərbaycan vətəndaşıdırsa, onlara qarşı hansı bir münasibət, nəsə bir dəyişiklik ola bilərmi? Heç vaxt ola bilməz. İcmanızın nə qədər üzvü var və təxminən bunları belə deyək də təsnifatlandırsaq millətlərə? Katolik kilsəsi, söhbətimizin əvvəlində dediyim kimi, bu ümumdünya kilsəsi. Bu hər hansısa bir millətə və hansı bir coğrafiyaya bağlı bir kilsə deyil. Və Azərbaycanda da icmamız həm yerli Azərbaycan vətəndaşlarından ibarətdir. Onların arasında Azərbaycanlılar da var, Slavian xalqların nümayəndələri var, Baltik xalqların nümayəndələri var və xarici vətəndaşlar, yəni Azərbaycanda müvəqqəti yaşayan, məskunlaşan, burada çalışan, təhsil alan insanlar və buna görə də bizim icmamızın sayı belə dəyişkən olur.
Ümumi götürsək hardasa biz konkret statistikanı aparmırıq, açıq sizə deyim. Amma ümumən 3-4 min nəfər belə. Mən sizə uğurlar arzulayıram Çox sağ olun. və təşəkkür edirəm ki, dəvətimizi qəbul elədiniz. Və Mən sizə təşəkkür edirəm. maraqlı söhbət elədik. Azərbaycandakı tolerantlıq mühitindən danışdıq və mən düşünürəm ki, bu hər ikimizi qane elədi. Və ümid edirəm ki, münasibətlər, yəni Azərbaycan xalqı ilə, digər ənənəvi dinlərin nümayəndələri ilə Katolik kilsəsi arasında münasibətlər bundan sonra daha üst səviyyədə olacaq. İnşallah. Əziz dostlar, siz Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən virtual məkanda etmə-mədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək layihəsi çərçivəsində Multikultural Azərbaycan podkastına baxdınız. Qonağımız Azərbaycanda Katolik kilsəsinin Apostol prefekturasının mətbuat katibi Toral Ağayev idi. Sağ olun, sağlıqla qalın.